Hə dostlar, yenə bugün Şəkinin bir maraqlı bir yerində məni bir abidə burada diqqətimi cəlb elədi. Hələ də 1941-45 abidəsi burada bax belə qalmaqdadır. Mən sizə yaxından biraz göstərərəm, siz də baxın. 41-45. 41-45 abidə bizim üçün də yenə müqəddəs olaraq ziyarət yerimizdir. Ona görə ki bizim 41-45-ci müharibədə, Böyük Vətən müharibəsində Azərbaycanın bir çox şəhidləri olmuş, itkiləri olmuş. Burada bizim üçün yenə yaddaşımıza yazılan bir tarixi yerdir. 41-45 abidəsi. Ancaq mən bunu bizim Laçının da bir böyük abidəsi var idi. 41-45 abidəsi bundan da böyük, yəni bundan da bir yüksək hündürdə olan bir abidə idi. O yerdən hicran olunaraq onu ermənilər itirmişdi. Mən sizə buradan belə meşənin yenə hər tərəfini seyr edirəm. Siz də baxın, indi artıq axşam çağıdır, qaranlığa doğru gedir. Ancaq Şəkinin buradan çox maraqlı bir görünüşü var ki, mən sizə onu göstərəcəm. Evlər burada həddən artıq çox sıxdır. Bütün evlərin damları qranit, belə mərmər deyirlər, bilmirəm necə. Nəysə bax belə köhnə tipli üsulla evlərin damı örtülüdür. Evlərin hamısı bir-birinə oxşar, bənzərdir. Həm də çox sıxdır. Şəki şəhəri görünür ki, bizim Azərbaycanımızın heç bir şəhərinə bənzərliyi yoxdur. Mən ayırmaq istəmirəm heç bir rayonu. Demək olmaz ki, məsələn bir rayonu öndə götürəsən, bir rayonu gerdə saxlayasan. Yox, elə deyil. Mən bütün Azərbaycan hər bir yeri dediyim kimi gözəldir, ancaq Şəkinin də öz xüsusi gözəlliyi var ki, bax siz də baxırsınız. Evlərin arasında görkəm bəzi yaşlıqlar, böyük ağaçlar var ki, onlar hündürdən görsənir. Ancaq cüyüzü olaraq. Bütün hər tərəfi çox sıx, şəhərin çox sıx göründüyü, bax sizə mənzərəni bir daha göstərəm. Şəhərin başından tutmuş ayağına kimi eyni qaydada bax belə gedir. Həqiqətən də mən belə bir mənzərəni birinci dəfə ki rastlaşıram. Nizami, mən çox şad oldum ki, məni gətirdiniz bu şəhərin bu yerindən tanış elədiniz. Mən sizə təşəkkür edirəm. Tərlan, mən sizə də təşəkkür edirəm ki, bir yerdə zəhmət çəkdiniz. Yəni bizlə bura gəldiniz, bax bu yeri bizə tanış elədiniz. Mən dur burada mən sizə nə deyirsiniz? Buradan dəqiq deyin ki, mən də çəkim. Nə deyirsiniz? O görünən güllələr Şəki, məşhur Şəki ipək kombinatının binasıdır. Böyük güllə. O görünür iki dənə. Mən sizə yaxınlaşdırıram. O böyük iki güllə nədir? Şəki ipək kombinatının. Şəki ipək kombinatının fabrikidir. Fabriki. Sonra böyük ağ bina nədir? Bax buradan göstərəm. Bu yeni bir şeyin yaşayış binasıdır. Yaşayış binası. Yeni köhnə icra hakimliyi binasıdır. Yeni təzəsi. Mən onu bu aşağıda görsən, bax bu binanı deyirsən? Köhnə, bəli. O köhnə Şəki icra hakimiyyətinin binasıdır. İndi təzə bina tikilib. O tərəfdə daha möhtəşəm bayraq meydanı da var o tərəfdə. Möhtəşəm yeni bina tikilib. Heydər Əliyev muzeyi var orada. Bir daha sizin də yenə belə bilginiz üçün sizə təşəkkür edirəm. Həqiqətən də mən çox şad oldum. Birinci dəfədir ki, mən ömrümdə bu cür şəhər, yəni üstdən aşağı baxışında görünüşü gördüm. Yəni şahidi oldum, canlı olaraq şahidi oldum. Mən indi yenə də bu yerdə, bu məkanda, dağların qoynunda, bu şəhərin əsas bu görünüşündə hörmətli ziyalımız Hamlet Abbasova mən söz verirəm. Siz də öz sözünüzü bax bu şəhərin bu yerindən yenə deyəsiniz. Rüstəm müəllim, sən ümumiyyətlə Şəki rayonu haqqında çox ətraflı və dolğun şəkildə informasiya verdin. Amma mən də elə ilk olaraq mən də elə bir-iki cümlə əlavə edə bilərəm ki, mənim ümumiyyətlə Şəki şəhərinə gəlişim birinci dəfədir. Həqiqətən də gəlişimlə çox məmnun qaldım. O biri rayonlarımız hər biri gözəldir, amma Şəki rayonunun da öz xüsusi gözəlliyi var. Həqiqətən də biz getdik, ümumiyyətlə
sarayında ziyarət elədik. 1-ci Qarabağ müharibəsinin uyduğu şəhidlər xiyabanında ziyarət elədik. Şəki rayonu həqiqətən də elə mən belə gözəl olduğunu bilirdim. Amma gəlib öz gözlərimlə də canlı şahid olduğum həqiqətən də gözəl dağların arasında yerləşən sağ tərəfi dağ, sol tərəfi dağ, bu tərəf dağ, o tərəfdə çox belə bir mənzərəli yerdə yerləşir Şəki rayonu. Heç mən Şəki rayonunu belə təsvir eləmirdim. Həqiqətən də təsvir edildiyində də çox gözəl oldu. Siz də çox sağ olun ki, belə gözəllikləri lentə alırsınız. Həqiqətən də Hamlet müəllim, təsəvvür olunmazdı. Bu cür möhtəşəm görünüşü mən də birinci dəfə şahid oluram. Şəkinin bu yerindən mən bu videonu da tamamlayıram. Xəttə qalın, inşallah videonun davamı gələcək. Bir daha YouTube kanalını izlədiyiniz üçün hər kəsə təşəkkür edirəm. Sağ olun, var olun.